Əl-Mütəffifin, çəkidə və ölçüdə aldadanlar surəsi Məkkədə nazil olmuşdur. 36 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Veylun lil-mutaffifin. Vay halına, əski satanların. Əl-ləzīnə izə ktəlū alən-nəsi yəstəvfūn. O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar. Və izə kəluhum əv vəzənuhum yuxsirun. Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər. Ələ yəzunnu uləikə ennəhum məb'uthun. Məyər onlar güman etmirlərmi ki, haqq hesab üçün dirildiləcəklər? Liyevmin azim. Böyük bir gündə. Yevmə yəqumun nəsu li rabbil aləmin. O gün bütün insanlar haqq hesab və mühakimə olunmaq üçün aləmlərin Rəbbinin huzurunda duracaqlar. Kəllə innə kitəbəl füccəri ləfī siccin. Belə deyildir. Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab kitab yoxdur. Şübhəsiz, pis əməl sahiblərinin cəza, əməl dəftəri siccindədir. وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ. Və sən nə bilirsən ki, siccin nədir? Kitabun mərqum. O, rəqəmlənmiş, yazılmış, əhatəli bir kitabdır. Bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur. Veylun yevməizin lilmukəzzibin. Vay halına, o günü təksib edənlərin. Əl-ləzīnə yukəzzibunə biyevmiddin. O kəslərin ki, cəza gününü təksib edirlər. وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ. Və onu ancaq həddini aşan, daim günah edən şəxs təksib edər. İzə tutlə aleyhi əyətuna qalə əsatirul əvvəlin. O kəs ki, bizim ayələrimiz ona oxunduğu zaman, bu keçmişdəkilərin əfsanələridir, deyər. Kəllə bəl, rənə alə qulubihim mə kənu yəksibun. Belə deyildir. Bizim ayələrimiz əfsanə deyil. Əslində, onların qəlblərini qazandıqları günahlar paslandırmışdır. Kəllə innəhum ən Rabbihim yevməizin ləməhcubun. Belə deyil. Onların güman etdiyi kimi deyil. Şübhəsiz o gün onlar Rəbbinin lütfündən məhrum olacaqlar. Thumma innəhum ləsalul cəhim. Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar. Onun hərarətini dadacaq və orada yanacaqlar. Thumma yuqalu həzəl-ləzî kuntum bihi tukəzzibun. Sonra da onlara,
bu həmin təksib və inkar etdiyinizdir deyiləcəkdir. Kəlla innə kitəbəl əbrari ləfi illiyin. Belə deyildir, hesab kitabsız deyil. Həqiqətən, yaxşı əməl sahiblərinin mükafat, əməl dəftəri illiyindədir. وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ. Sən nə bilirsən ki, illiyin nədir? كِتَابٌ مَرْقُومٌ. O rəqəmlənmiş, yazılmış əhatəli bir kitabdır. Yaxşıların mükafatı orada qeyd olunmuşdur. يَشْهَدُهُ الْمُقَرَّبُونَ. Allah dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar. İnnəl əbrar ləfī nə'im. Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər. Aləl əraiki yənzurun. Zinətlənmiş fəxri kürsülər üzərində əyləşib, cənnət nemətlərinə və haqqın camalına tamaşa edərlər. Tə'rifu fi vücuhihim nədratan nə'im. Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən. Yusqawna min rahiqin məxtum. Onlara saf və xalis, mühürrənmiş şərabdan içirdilər. Xitamuhu misk, və fi zəlikə fəlyətənəfəsil mütənəfisun. Onun möhrü müşkdəndir və son qurtumları müşk gətirivərər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar. Dünyada xeyir əməllərdə bir-birini ötsünlər. وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ. Və o şərabın qarışığı yuxarıdan aşağıya axan təsnim çeşməsindəndir. عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ. O elə bir çeşmədir ki, ondan Allah dərgahına yaxın olanlar içərlər. İnnellezîne ecramû kânû minellezîne âmenû yadhakûn. Həqiqətən günahkarlar dünyada iman gətirənlərin halına gülürdülər. وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ. Onların yanlarından keçərkən məsxərə edərək, qaş-gözlə bir-birinə işarə edirdilər. وَإِذَا انقَلَبُوا إِلَى أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ. Öz adamlarının yanına dönəndə, onlara məsxərə etdiklərinə görə şad halda dönürdülər. وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَؤُلَاءِ لَضَالُّونَ. Onları gördükdə, şübhəsiz bunlar azmışlardı deyirdilər. وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ. Halbuki bunlar, möminlər üzərində nəzarətçi göndərilməmişdilər ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər. فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ. Bugün isə iman gətirənlər kafirlərə gülərlər. عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ. Onlar
cənnət taxtlarının üzərində əyləşərək, cənnətdəkilərin və cəhənnəmdəkilərin halına tamaşa edərlər. هل ثوب الكفار ما كانوا يفعلون Tamaşa edərlər ki, görəsən kafirlərə etdikləri əməllərinə görə cəza verildimi? Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?